Bəzən bir yemək bütün uşaqlığı geri getirir. Bugün də yarpaq dolması bişirdim. Ev dadı, uşaqlıq xatirəsi, səmimi ləzzət, biraz da sevgi. Və siz yarpaq dolmasını sevirsiniz? Mən bu formada bişirirəm. Yarpaq dolması bişirəndə bizdə evdə elə gözəl qoxu olur ki, hamının iştahı açılır. Bəs siz necə yarpaq dolmasını sevirsiniz? Bu formada hazırlayıb hər dəfə nuş eləyirik. İnanın çox dadlı alınır. Siz necə hazırlayırsınız? Rəylərdə yazın. Baxacağım. Bəzən bir yemək bütün uşaqlığı geri getirir. Bugün də yarpaq dolması bişirdim. Ev dadı, uşaqlıq xatirəsi, səmimi ləzzət, biraz da sevgi. Və siz yarpaq dolmasını sevirsiniz? Mən bu formada bişirirəm. Yarpaq dolması bişirəndə bizdə evdə elə gözəl qoxu olur ki, hamının iştahı açılır. Bəs siz necə yarpaq dolmasını sevirsiniz? Bu formada hazırlayıb hər dəfə nuş eləyirik. İnanın çox dadlı alınır. Siz necə hazırlayırsınız? Rəylərdə yazın. Baxacağım.